Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş. Bu dəfə fərqli bir məkanda eləyirəm kitabımın təqdimatını. Bu dəfə mənə dövlət binalarından da əziz olan bir məkanda eləyirəm kitabımın təqdimatını. Şəhidimiz Qarayev Məhəmmədin ev muzeyində. Görünür ki, bundan sonra kitab təqdimatlarımın keçirilməsində daha çox şəhidlərimizin ev muzeylərinə üstünlük verəcəm. Çünki mən ziyarət elədiyim ocaqları istəyirəm hər kəs tanısın. Mən qapısını açdığım qəhrəmanlarımı, kitabımda yer alan qəhrəman oğulları istəyirəm hər kəs tanısın. Və bugün bu ocaqda təkcə Məhəmmədimin deyil, eyni zamanda onun timsalında bax burada oturan şəhid analarımızın, şəhid bacılarının və şəhidimizin həyat yoldaşının da qəhrəman şəhidi haqqında şirin xatirələrini bölüşəcəyik. Mən ilk öncə istəyirəm ki, Qəhrəman Analar kitabında yer alan Məhəmmədimin kitabını onun anası Gönül Anaya təqdim edeyim. Çünki hər bir qəhrəman övladı dünyaya gətirən ana da qəhrəmandır, ata da qəhrəmandır. Onlar qəhrəman kimi doğulurlar, qəhrəman kimi böyüyürlər və vaxtı çatanda, zamanı çatanda da xalqın, bütöv bir millətin qəhrəmanına çevrilirlər. Ana, qapını üzümüzə açdığın üçün sənə təşəkkür edirəm. Qəhrəman oğlumuzla qürur duyuruq və bu təkcə Məhəmmədlə bağlı deyil, bütün şəhidlərimizlə qürur duyuruq. Bugün Məhəmmədimin timsalında mənə tanıtdığın qəhrəman Qəbələ şəhidlərimizin hər birinin ruhu şad olsun və təşəkkür edirəm ki, ilk öncə şəhidimizə, daha sonra da sizə ki, onun timsalında tanımadığım şəhidləri də tanıma şansım oldu. Hər birinizə təşəkkür edirəm ki, bu gün vaxt ayırıb, səsimizə səs verib, bu gözəl məkanda, bu ziyarətgahda, bu pirdə, bu ocaqda bizimlə birlikdə oldunuz. İlk öncə istəyərəm elə Gönül Ana danışsın, daha sonra ikinci bir kitabım var, onu təqdim edəcəm. Əvvəla, xoş gəlmişsiniz, hər birinizə xoş gəlmişsiniz deyirəm. Dəyərli analarım, bacılarım, İsmət xanım, xoş gəlmişsiniz. Çox sağ olun, var olun. Bugünkü gündə bizimlə bir yerdəsiniz. Bəli, kimsə bizi ziyarət eləmək, bizi görmək istəsə, bu otağa gəlir, bu otaqda olur. Çünki bu otaq bir qəhrəmanın tarixidir, bir qəhrəmanın həyat yoludur. Yəni, bu otağa kim daxil olsa, Məhəmmədin sırf bir şəklini görmür. Məhəmmədin uşaqlığından son şəhid olduğu vaxta qədər olan dövrü görür ki, bu da onun gözündə artıq heç bir məlumatı vermədən şəhidi haqqında məlumatı toplaya bilir. Amma yenə də məlumat vermək istəyirəm. Məhəmməd evin tək oğul evladı idi. Ali təhsilli, subay. Əskərliyin bitməsinə 49 gün qalmış. May ayının 12-si 2023-cü ildə Kəlbəcər rayonunda, daha doğrusu Basarkeçər rayonunun Zod kəndi istiqamətində ermənilərin növbəti təxribatı zamanı, döyüş tapşırığını yerinə yetirən zaman və əskər yoldaşlarının həyatını xilas edən zaman özü şəhidliyə ucalmışdır. Baxmayaraq ki, 2 il ötüb, amma 2 il müddətində İnandırım sizi ki, Məhəmməd 2 saat belə unudulmayır. Məhəmmədi və şəhidlərini dəyər verən insanlar var olsunlar ki, Məhəmmədi və onun timsalında bütün şəhidləri yaşadırlar. Və unutmayaq ki, həmin balalarımız elimizin qəhrəmanıdırlar. Torpaqlarımızın azad olması uğrunda canlarından keçiblər. Öz şirin canlarından çox təəssüflər olsun ki, torpaqları qaytarmaq nəsibimiz olsa da, o qaytarılan torpaqların qaytarılmayan, geri qaytmayan evlatları bizim balalarımız, şəhidlərimiz oldu. Sizə çox sağ olun deyirəm Esmər xanım. Təşəkkür edirəm şəhidlərimizə dəyər verdiyiniz üçün, hər yazınızda şəhidlərimizin həyatı haqqında yazdığınız üçün, onları tarixdə yaşatdığınız üçün, gələcək nəsillə kitabdakı yazılarınız kimi ötürə bildiyiniz üçün təşəkkür edirəm ki, şəhidlərimizi unutmağa qoymusunuz, var olasınız və inanıram ki, bu kitablar axırıncı olmayacaq, axarıncı olacaq, davamı gələcək inşallah və inanıram ki, və şahidi olmuşam ki, dəfələrlə sizin kitablarınız təqdimatlarında iştirak eləmişdik və kitablarınızı da bir sayı çoxdur. İnşallah davamı olacaq, buna inanıram. Təşəkkür edirəm hər birinizə, bir gün yanında olan bütün analara təşəkkürümü bildirirəm, bütün bacılara təşəkkürümü bildirirəm. Nə qədər danışsaq da qutarmayacaq bir söhbətdir şəhidlərimiz haqqında. Var olun, sağ olun ki, bugünkü gündə bizimlə bir yerdəsiniz. Allah razı olsun. Təşəkkür edirəm anamıza və növbəti kitabımı təqdim eləmək istəyirəm. Şəhidlər gedişi ilə təkcə analarının, atalarının arzularını yarım qoymadı. Şəhidlər gedişi ilə
Bir də yarlarının arzularını yarım qoydu. Bu gün burada şəhid acısını qəlbində yaşayan, şəhid yanğısını iliyinə qədər hiss edən ailə üzvləri iştirak edir. Həmin ailə üzvlərindən biri də Sevdası yarım qalmış sevdalılar kitabında yer alan, məhz sevdası yarım qalmış qəhrəmanı Xəyyam Səmədovunun həyat yoldaşı Piyalə xanımdır. O həyat yoldaşından özünə əmanət qalmış 2 balasını onun adına layiqli şəkildə böyüdə bilmək üçün çırpınan əsl Azərbaycan xanımıdır. Mərd duruşu, şəhidini yaşatmaq üçün apardığı mübarizə məncə bütün Azərbaycan xanımlarına əsl qəhrəmanlıq nümunəsidir. Mən onunla qürur duyuram, mən onunla fəxr edirəm. Və şəhidimin ruhuna bir kəlmə demək istəyirəm ki, özünə özün kimi həyat yoldaşı seçmirsən. Özün kimi yenilməz, özün kimi mərd, özün kimi, sənin kimi övladlarını səndən sonra da arzuladığın kimi böyüdə biləcək xanım seçmirsən. Ona görə mən əminəm ki, şəhidimin ruhu şaddır. Və Piyaləm, bu kitab da sənin. Arzu edirəm ki, bu duruşun hər zaman belə olsun. Arzu edirəm ki, necə ki, şəhidini yaşadırsan, daima yaşadasan və o 2 gül balandan ən gözəl günləri yaşayasan. Hər zaman bundan sonra bizlə ünsiyyət quranda övladlarının xoş günlərinə dəvət edəsən bizi. Bax, kadr arxasında olan, bugünkü çəkilişimizi eləyən balağın xeyir işinə gələn inşallah. Və əziz analar, ilk öncə sizlərdən üzr istəyirəm. Ancaq belə xanımlarımızı yetəri qədər qiymətləndirməliyik məncə. Belə xanımlarımıza dəyər verməliyik ki, hər kəsə örnək olsun. Digərlərinə də güc qüvvə olsun. Allah sənə səbir versin. Sözün varsa eşidək səni. Xəyyam daim bizimlədir. Cismən ayrılsaq da, yəni bizim sevgimiz bitməyibdir. O daima bizimlə olduğunu hiss elətdirir. Mənə də, övladlarına da, ana atasına da bunu dönə-dönə hiss elətdirir ki, o daima bizimlədir. Və hər kəsdən xahiş edirəm ki, şəhidlərimizi uca olduğunu və yüksəkdə olduğunu unutmasınlar. Bugün biz Azad Azərbaycanda yaşayırıqsa, onların sayəsində yaşayırıq. Onlar bu bütövlüyübsə,